Axşamınız xeyirli olsun, hörmətli tamaşaçılarımız. Sədanın bugün olan əsas buraxılışının təqdimatı ilə studiyada Günel Gözəlvadır. İndi isə görək bugün hansı hadisələrlə tarixə düşdü. Xocalı soyqırımının törədilməsindən 23 il keçdi. Prezident İlham Əliyev faciə qurbanlarını Azərbaycan xalqı ilə birgə andı. Cəbhənin Füzuli rayonu istiqamətində minaya düşərək şəhid olan hərbi qulluqçumuz son mənzilə yola salındı. Xankəndidə girov saxlanılan Şahbaz Quliyev və Dilqəm Əskərovun şikayətinə əsasən növbəti qondarma məhkəmə prosesi keçirildi. Tezliklə təqaüdçülər pensiyalarını almaq üçün digər bankların da bankomatlarının xidmətlərindən yararlana biləcəklər. İndi isə daha ətraflı 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Salam, Xocalı soyqırımının 23-cü il dönümü Azərbaycanla yanaşı dünyanın əksər ölkələrində yüksək səviyyədə qeyd edilir, bəşəriyyətə qarşı törədilmiş cinayət. Erməni vəhşiliyi dünya ictimaiyyətində Ölkə və dünyanın iqtisadi gündəmini təqdim edirik. Azərbaycan manatına nisbətdə dollar bugün cüzi ucuzlaşıb və bu saata Kidnapped, tortured, killed by ISIS. How can America stop the terror group's religious genocide? Oliver North reacts on the record.